Qazilər adından Sabirabadımızın istər fərqi yoxdur. Bizim Sənan qardaşımız var, elə o da Qubadlıda döyüşüb. Sənan qardaşımıza söz vermək istəyirəm. Buyur. Başda qəhrəman şəhidlərimiz olmaqla bura gələn hər kəsi salamlayıram. Əziz şəhid ailələri, əziz şəhid ataları, şəhid anaları, mən hər zaman deyirəm, siz yetərincə öz ağrı acınızı çəkmisiniz. Siz vətən uğrunda öz o canınızdan şirin balavızı qurban vermişsiniz. Allah Teala sizə bundan sonra ağrı acı yaşatmasın. Allah Teala bundan sonra sizlərə həmişə xoş gün yaşatsın. Yəni hər zaman deyirəm, inanın ki, sizlər nə qədər ağır acı yaşayırsınız, yəni biz siz qədər ağır acı yaşayırıq. Hər gün, yəni hər axşam mən o qardaşlarımı düşünmədən yata bilmərəm. Yəni bir Allah şahiddir bunu. Hər həftə mən ən az 2 həftədən bir şəhidlər xiyabanına getməsəm, mən öz ruhumu narahat hiss eləyərəm. Yəni bunu özümə borc bilirəm. Mən onlarla düzdür, çiyin-çiyinə döyüşmüşəm. Yəni bu gün mən bunu unuduramsa, mən heç bir vətənpərvərlikdən, heç bir insanlıqdan danışmağa mənim haqqım yoxdur. Biz xalq olaraq həmişə bir olmalıyıq. Necə 2020-də bir idiksə, necə əskərlərimizin arxa dayağında durmuşduqsa, bu gün də ucur olmalıdır. Bu gün də ordunu yanında olmaq lazım. Bu gün də o şəhid ailələrinin yanında olmaq lazımdır. Bu gün də gedib o şəhidlər xiyabanını ziyarət eləmək lazımdır. Mən başa düşürəm, indi ola bilər, imkan olmaya bilər, uzaq yerlərə gedə bilmirsiniz. Amma hər kəs demək olar ki, bütün rayonların çox kəndində şəhidlərimiz var. Ən azı hər kəs öz kəndində həftədə bir dəfə də olsa gedib ziyarət eləyə bilər. Amma çox təəssüf, mən gedirəm. Yəni bunları demək lazımdır. Hər şey, yəni yaxşı tərəfə demək olmaz. Yəni adı şeyləri demək lazımdır. Bunu çox insan gizlədir. Yəni mən gedirəm hər həftə demək olar şəhidlər xiyabanına. 5-10 nəfərdən başqa heç kimi görə bilmirəm. Ancaq tədbirlərdə yığışmaq lazım deyil. Bu şəhidlər ancaq tədbir üçün deyil ki, biz bunu qəlbimizdə yaşatmalıyıq. Gedib ziyarət eləməliyik, özümüzə borc bilməliyik bunu. Əziz şəhid ailələri, üzürlü sayın başınıza dönərəm. İmkan olmur, bəzən gələ bilmirik. Yəni mən Bakıda oluram, burada məclis olur, gəlib çatdıra bilmirəm. Yəni mən üzürlü sayın, qurban olum sizə. Çalışdığım qədər, imkan olduğu qədər gəlib iştirak edirəm. Yəni borcum da, estağfurullah, bunu heç kimə minnət eləyə bilmərəm. Mənim qardaşlıq borcumdur ki, mən o qardaşımı yad edeyim. Mən xahiş edirəm, bizim əskərlərimizi həmişə unutmayaq. Bugün elə postlar var ki, çətin yerlərdə, qarda, soyuqda bugün bizləri qoruyan oğlanlar var. Biz onları unutmayaq.